Dahi rəssam ölümündən sonra məşhurluq qazanmış Vincent van Gogh. Vincent van Gogh 1853-cü ildə Niderlandda anadan olmuşdur. Ölümündən sonra məşhurlaşmış. O, üslub və texnikası, pastempressionizm, bir də impasto texnikasında işləməyi çox sevirdi. Impasto texnikası bilirsiniz ki, uşaqlar, mastikın bıçağın izi ilə deməkdir. Yəni, qalın boya qatının kətanda qoyduğu izləri bizə bildirir. Və onun ən çox bu mövzuda işlədiyi məşhur olan əsərlərdən Ulduzlu Gecə əsərini misal göstərmək olar. Ulduzlu Gecə əsəri 11 ay və bir bədirlənmiş ulduzdan bəhs edir. Əsərin gəlin bir balaca təhlili haqqında danışaq. 11 ulduz böyük kürə şəklində təsvir olunmuşdur. Onun yaradıcılığına gəlincə isə üslub və texnikası, pastempressionizm, rəngkarlıq, qrafika əsərlərinin mövzusu, portret, mənzərə, naturmort janrlarında işləməyi çox sevirdi. Impasto texnikası xüsusən qeyd etmək lazımdır ki, mastikin bıçağın izi ilə deməkdir. Yəni, kətanda boyanın qalınlıqla qatının bilindiyi texnikaya deyilir. Tərəfindən ölümü ilə bağlı bir çox versiyalar irəli sürülürdü. Bir çox tədqiqatçılar onun özünü öldürdüyü, bəziləri isə kiminsə tərəfindən öldürüldüyünü güman edirdi. Çünki ölümündən əvvəl də o qulağını kəsmişdir və çoxları onun Paul Gauguinlə münaqişə zəminində qulağının kəsildiyini, bir çoxları isə sevdiyi qıza qulağını hədiyyə etdiyi kimi gülməli də olsa da bir çox belə versiyalar var idi. Hətta ölümündə də onun belə versiyalar irəli sürülürdü ki, yəni qalmaqallı idi, ona görə də ona məşhurluq gətirmişdi. Ölümünə gəlincə isə o uşaqlar bilirsiniz ki, güllə yarasından ölmüşdür. 1890-cı il 30 iyul tarixində Sieur-Overs qəbirstanlığında dəfn olunmuşdur. Ölümündən sonra isə onun qardaşı Teor onun əsərlərini satışa çıxartmış və Vincent van Gogh'un təhsilinə gəlincə isə o Brüssel Zərif Sənətlər Akademiyasında, bir də Haqada müavinən özəl dərslər almışdır. Yaradıcılığında çəkdiyi rəsmlərdən isə misal olaraq Ağılda Qırmızı Üzümlüklər, Yataq otağı, Ulduzlu Gecə, 4 Günəbaxanla rəsm, 12 Günəbaxanla rəsm, 15 Günəbaxan ilə rəsmlərini misal göstərmək olar.